Mövzularımız natural ədədin qüvvəti və qüvvət daxil olan ifadələrin qiymətlərinin tapılması və hesablanması haqqında olacaq. Ümumiyyətlə qüvvət nədir? Eyni vuruqların hasilinə qüvvət deyilir. Məsələn, biz əgər 3 vurulsun 3 yazırıqsa, deməli, burada 3 özünə 2 dəfə vurulub. 3-ün üzərində 2 oxunur. 3 vurulsun 3, vurulsun 3 yazırıqsa, 3-ün üzərində 3. Onu da qeyd edim ki, burada 2-nin kvadrat olduğunu bilirik. 3'ün isə kub olduğunu bilirik. Yəni, bunu 3'ün kvadratı, 3'ün kubu bunu da oxuya bilərik. Amma 3 vurulsun 3, vurulsun 3, vurulsun 3 formasında olsa, bu artıq 3'ün üzərində 4 kimi oxunacaq. Və yaxud da 3'ün 4-cü qüvvəti. Həmçinin 3'ün 4-cü dərəcədən qüvvəti. Bax, bu formalarda da oxuna bilər. Qüvvətin qiymətinin tapılması qüvvətə yüksəltmə əməli adlanır. Məsələn, əgər biz 3'ün üzərində 5 yazmışıqsa, 3'ü 5 dəfə özünə vurmaq deməkdir. Bəzən şagirdlər qarışdırırlar. 3'ün üzərində 5 bərabərdir, 3 vurulsun 5 yazırlar. Bu tamamilə yanlış yazılışdır. 3'ün üzərində 5, 3'ü 5 dəfə özünə vurmaq deməkdir. Bunu da hesablamaq üçün necə hesablayırsınız? Hissə. 3'ü 3'ə vuranda 9. Daha sonra, məsələn, burada da 2 ədəd 3 var. Yenə 3'ü 3'ə vuranda 9. Vurulsun buradakı 3. 9'u 9'a vuranda 81, vurulsun 3. Bu da bərabərdir. 81'i 3'ə vuranda 243 eləyəcək. Biz buradan hansı düsturu çıxarda bilərik? A ədədinin n-ci qüvvətini belə yaza bilərik. Yəni, istənilən bir A ədədi A vur A, vurulsun və s. Vurulsun A bərabərdir A-nın üzərində n. A üstü n, A-nın n-ci qüvvəti və ya A-nın n-ci dərəcədən qüvvəti formasında oxunur. Həmçinin də burada yadımızda saxlatmalıyıq ki, A-nın üzərində n fərqlidir. Yəni, bərabərin üzərinə xətt çəkilir, fərqlidir. A vurulsun n-dən. N də burada həmçinin fərqlidir 1-dən. İstənilən ədədin birinci dərəcədən qüvvəti ədədin özünə bərabərdir. Yəni, A-nın üzərində 1 bərabərdir elə A-nın özünə. Bəs qüvvət daxil olan ifadələri biz necə, hansı yollarla hesablayırıq? Natural ədədin qüvvəti daxil olan ifadələrdə mötərizə olmadıqda əvvəlcə qüvvətə yüksəltmə əməli yerinə yetirilir. Yəni, 4 üzərinə gəl, 2 vurulsun 3'ün üzərində 5 ifadəsi veribsə bizə, burada əvvəlcə qüvvətə yüksəltmə əməli yerinə yetirilməlidir. Yəni, 3'ün üzərində 5 hesablanmalıdır. 4 üzərinə gəl, 2 vurulsun 3 üstü 5'i də burada bayaq qiymətini tapdıq ki, 243 eləyir. Elə həmin 243'ü burada yerinə yazaq. Daha sonra əməllər ardıcıllığında vurma yerinə yetirilməlidir. 4 üzərinə gəl. 2'ni vuranda 243'ə 486. Daha sonra da toplama əməli yerinə yetiriləcək. 4 və 480 toplayanda cavabımız eləyəcək 490. Əgər mötərizə olsa, biz əvvəlcə mötərizənin içərisini yerinə yetirməliyik. Amma yenə də mötərizənin içərisinə diqqət etməliyik ki, birinci qüvvətə yüksəltmə əməli yerinə yetirməlidir. Məsələn, 3'ün üzərində 4 vurulsun 2'nin kubu üzərinə gəl 5. Baxın, birinci burada mötərizənin içərisini yerinə yetirməlidir. 3'ün üzərində 4 vurulsun. 2'nin kubu 2'nin 3 dəfə öz-özünə vurmaq deməkdir. 2'nin 3 dəfə öz-özünə vuranda cavabımız 8 eləyər. Bərabərdir. 3'ün üzərində 4 vurulsun. 8 ilə 5'i toplayanda 13. 3'ü isə 4 dəfə öz-özünə vuranda 81 eləyər. 81 vurulsun 13. Cavabımız eləyəcək 1053. Başqa bir nümunəyə baxaq. Məsələn, 2'nin üzərində 6 bölünsün. 3'ün kvadratı çıxılsın 7 üstündə 4. Burada məsəl üçün biz 3'ün üstə 4'ü hesablayıb saxlada bilərdik. Amma əvvəl mötərizənin içərisi hesablanır, sonra buna vurula bilərdi. Burada məsələn eyni işi görək. 2'nin üstündə 6'nı hesablayaq. 2'nin üstündə 6, yəni 2'ni 6 dəfə öz-özünə vurmaq 64 deməkdir. Bölünsün. İndi mötərizənin içərisi. 3'ünü 2 dəfə öz-özünə vuranda 9 eləyər. 9 çıx 7 üstündə 4. 64 bölünsün. 9'dan 7 çıxanda eləyir 2. 2'nin üstü 4. Bərabərdir. 64 bölünsün. 2'ni 4 dəfə öz-özünə vuranda isə cavabımız eləyir 16. Sonda da bölmə əməlini yerinə yetirirəm. 64'ü bölürük 16'ya. Cavabımız eləyəcək 4.